və videoya çəkən dəstə zərərsizləşdirilib. Biləcəri qəsəbəsi ərazisində bir qrup şəxs Bakı sakini Rüfət Camalovu döydükdən sonra onu zorla Nissan markalı avtomobilə oturdaraq Əhmədli qəsəbəsində yerləşən kafelərdən birinə aparıblar. Orada ona qarşı şərəf və ləyaqəti alçaldan hərəkətlər edib videoya çəkərək internetdə yerləşdirəcəkləri ilə hədələyiblər və ondan 20 min manat pul tələb ediblər. Bununla bağlı daxil olan məlumat əsasında baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Ağsu şəhər sakini Elman Əhmədov, Salyan şəhər sakini Fuad Şükürov və qardaşı Elnur, həmçinin paytaxt sakini Adil Lətifov tutulublar. Avtovağzal dairəsində bununla görüşdük. Məcburi şəkildə döydük, bastıq maşına, taksi ilə getmişdik. Axşam saat 12-yə 20 dəqiqə qalmışdı belə. Biz durduq dağılışanda yanındakı yoldaşa dedim ki, taksi şoferinə və başqa bir yoldaş da vardı yanımızda. Ona dedim ki, bunu aparaq Biləcəri qəsəbəsinə öz evinə düşürdək də Rüfəti. Fuad gəldi ki, bəs Biləcəriyə getməliyik. Adam var, bankdan pul çıxarcıb, pul verməliyik ona. Getdim, mən də Biləcəridə dayandım. Oğlan gəldi, boşum tutdular, bastılar maşına, döydülər. Ondan sonra da apardılar kafeyə. Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 182-ci hədə qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi başlanılıb, zəruri əməliyyat istintaq tədbirləri davam etdirilir. Biçilmiş taxıl sahələri yenidən alovlanmağa başlayıb. Bu dəfəki yanğın hadisəsi Qovlar qəsəbəsi ərazisində baş